42 saylı Sumqayıt 2-ci seçki dairəsinin 26 saylı seçki məntəqəsində də seçkilər seçicilərin fəallığı ilə şəffaf və demokratik qaydada həyata keçirilib. Məntəqədə 1188 seçici qeydə alınıb. Bir nəfər ilk dəfə olaraq səs verib. Məntəqə lazım avadanlıqlar o cümlədən veb kamera ilə təchiz olunub. Müşahidəçilərin seçkiləri sərbəst müşahidə etməsi üçün lazım olan şərait yaradılıb. 42 saylı Sumqayıt 2-ci seçki dairəsinin 28 saylı məntəqəsində də seçicilər azad və demokratik şəkildə səs veriblər. Məntəqədə 1247 nəfər seçici qeydə alınıb. 3 nəfər ilk dəfə olaraq səs verib. Onu da bildirək ki, 42 saylı Sumqayıt 2-ci seçki dairəsində ümumilikdə 42584 seçici qeydə alınıb. İlk dəfə səs verənlərin sayı 74-dür. Səsvermə seçki fəallığı ilə müşahidə olunub. 43 saylı Sumqayıt 3-cü seçki dairəsinin 18 saylı məntəqəsində də seçkilər şəffaf şəkildə həyata keçirilib. Məntəqədə ümumilikdə 1212 seçici qeydə alınıb. Bir nəfər isə ilk dəfə olaraq səs verib. 43 saylı Sumqayıt 3-cü seçki dairəsində ümumilikdə 43510 nəfər qeydə alınıb. 262 nəfər ilk dəfə səs verib. 9 məntəqədə veb kamera quraşdırılıb. 43 saylı Sumqayıt 3-cü seçki dairəsinin 33 saylı məntəqəsində seçkilərin azad, ədalətli, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. 43 saylı Sumqayıt seçki dairəsinin 33 saylı məntəqəsində 08:00-dan etibarən səsvermə prosesinə başlanmışdır. Məntəqə bütün lazım avadanlıqlar, o cümlədən veb kamera ilə təmin olunub. Məntəqədə 1232 seçici qeydiyyata alınıb. 8 nəfər ilk dəfə olaraq səs verib. 18 yaşım tamam olub və səs vermədə ilk səsimi verirəm. Çox sevincliyəm. Yəni gözəl bir təəssüratdır. Çox məmnunam. İnşallah nəticəsi də yaxşı olar. Hər kəs də məmnun olar. Bu illəri 18 yaşımı tamam edib ilk dəfə seçkilərdə iştirak edirəm və buna görə də çox xoşbəxtəm. Hal-hazırda 18 yaşımı bitirmişəm və seçkilərdə mənim də bir payım olacaq. Buna görə çox sevincliyəm. Müşahidəçilər də seçkidə heç bir qayda pozuntusunun olmadığını bildiriblər. Bugünkü seçki məqsədə uyğundur, müvafiqdir, günün tələbinə cavab verir. Siz insanların mütəşəkkilliyini görürsünüz, seçkilərə necə həvəslə gəlirlər, səs verirlər. Məntəqədə seçki prosedurlarına ciddi əməl olunur. 44 saylı Sumqayıt Xızı seçki dairəsinin 15 saylı məntəqəsində 924 nəfər seçici qeydə alınıb. Onlardan 8 nəfəri ilk dəfə səs verənlərdir. Bu məntəqədə lazım avadanlıqlarla təchiz olunub. Seçicilərin azad və demokratik səs verməsi üçün qanuna uyğun formada şərait yaradılıb. Şəmsdan Fikrətli, Firuzat Gözəlov, Dünya TV.